Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəri Binəqədi yolun üstündən, Mida binalarına yaxın olan ərazidə. Demək, hörmətli izləyicilər, 2 otaqlı, həyətinə maşın girən bir həyət evimə satışa çıxıb, hörmətli izləyicilər. Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram gördüyünüz kimi. Evim. Bax, həyətinə rahat 2-3 maşın daxil ola bilər. Həyəti genişdir, ürək açandır. Gələcəyə artırada bilərsiniz. Qanuni 2 otaqdır. Evin demək olar hər tərəfi açıqdır. Havalanmaya tam uyğun olan bir evdir. Nəzərinizə çatdırım ki, yəni evdə yaşayış olub, indi hal-hazırda yaşayış yoxdur. Böyrünə belə bir əldan var. Toy ucuza saxlamaq üçün belə bir ev sahibi belə bir şərait yaradıb. Bax, belə həyət yanı sayında görürsünüz, hörmətli izləyicilər. Yəni qiymət də münasibdir. Hal-hazırda yəni bu qiymətə belə həyəti geniş olan 2 otaqlı evlər tək düşərlarda olur. O buradan daxil oluruq evin içinə. Demək, kombi ilə təchiz olunub. Bunu da nəzərinizə çatdırım. Evin üstü belə bağlıdır, bağlı bağçalıdır, üzüm çardağı var. Ev həqiqətən çox ürək açan bir evdir. Yəni yola da yaxındır, 2-3 dəqiqə marşda çıxırsınız. Girən kimi sağ tərəfdə burada bir sanuzel hissəsi. Sanuzel görürsünüz, təmiri vəziyyətdədir. Yəni ehtiyac yoxdur təmirə. Evdə pitminklərində təchiz olunub, həm də kombi sistemlərdə var. Yəni kombi ayrıdır, pitminkə ayrıdır. Girən kimi sol tərəfdə burada bir mətbəxdir, xudmanın bir mətbəxi var. Gördüyünüz kimi də mətbəx mebelləri evin üstündədir. Burada bir yataq otağıdır. Yataq otağı da gördüyünüz kimi normaldır. Pəncərəsindən tam rahat evin içinə işıq düşür. Wi-Fi zadı var. Hamısı qaydasındadır. Sadəcə burada bir dənə aboylar dəyişilməlidir. Hörmətli izləyicilər, yaşayışlı ev olub aboylar dəyişilməlidir. Hal-hazırda amma yaşayış yoxdur. Bu hissəsi də gördüyünüz kimi, hörmətli izləyicilər, qonaq otağıdır. Qanuni 2 otaq, pəncərəsindən də görürsən tam rahat evin içinə işıq düşür. Ev işıqlı evdir, havalı evdir. Həyətinə maşın girən rahat bir 2 otaqlı evdir. Bunu alıb elə bir kirayədə verirsiniz, rahat kirayədə gedər. Çünki evin həm yeri yaxşıdır, həm həyətinə maşın girmək mümkündür. Hörmətli izləyicilər, kimlər evin satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın, evlər satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istəyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Evin qiyməti 58 mindən 54 minə endirilib. Hal-hazırda endirilib. Yenə də endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da. Bir dənə aboylar dəyişiləcək. İncilvari xərci var. Demirəm, amma bərbad halda deyil. Sona qədər izlədiyi üçün də